O qədər qəliz danışırsan ki, bilmək olmur ki, nə deyirsən. Mən özüm Tarix Nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu savadlar hardan başlayır? Olmasın bu olsun filmində o məşhur kəlməni yəqin ki eşitmisiniz. Bəzi fərziyyələr var ki, Tarix Nadir kitabı 3-4 səhifədən ibarət olub. Elə mən də bunu düşünürdüm. Amma bu kitabı əlimə götürənə qədər. Əslində Tarix Nadir kitabı 147 səhifədən ibarətdir. 163 yaşlı kitabın müəllifi isə vaxtilə şahın mirzəsi kimi fəaliyyət göstərən Mirzə Mehdixan olub. Kitabda Nadir şahın 11 il ərzində etdiyi yürüşlər, toplantılar haqqında qeydlər öz əksini tapıb. Bunlar barədə məlumatlar çox yerdə rəsmlərlə birlikdə verilib. Hazırda kitab kənd sakini Həmid Məmmədovun evində saxlanılır. Onun sözlərinə görə Tarix Nadiri 40 il bundan əvvəl təsadüf nəticəsində bir kitab bərpaçısından əldə edib. Usta mənim atama belə bir müraciət elədi ki, məndə bir dənə qədim kitab var, Tarix Nadir kitabı. Bu kitabı kimə təqdim etmişəmsə, təklif etmişəmsə, heç kəs istəmir. Əgər istəyirsənsə, bunu sənin övladına verək, satın bunu sənə. Və həmin Tarix Nadir kitabı mənə satdı. O kitab o vaxtdan bu günə qədər də ki, mənim evimdə qalır. Bəli. Kitabın qəliz dildə, yəni nəstəli xətlə yazılması onun oxunuşunu çətinləşdirir. Amma Həmid Məmmədov kitabda yazılanları tam oxuyub anlaya bilir. Onun sözlərinə görə Nadir şahla bağlı tarix dərsliklərindəki faktlar qədim kitabda olan qeydlərdən müəyyən qədər fərqlənir. Məsələn, hadisələrin, yürüşlərin hansı tarixdə baş verməsi Tarix Nadirdə daha dəqiq öz əksini tapıb. Bundan başqa kitabda İrəvan xanlığının Azərbaycan xanlıqlarından biri olması faktı da qeyd olunub. Ona görə də Həmid Məmmədov deyir ki, kitabın tərcümə edilərək geniş oxucu kütləsinə çatdırılması vacibdir. Bunun üçün vəsait ayrılsa, kitab sahibi qısa müddətdə tərcüməni özü edə bilər. Cəsarətli insanın kitabının tərcümə olunması və insanlara təhvil verilməsi üçün mən çox arzu eləyərdim. Bunun üçün mənə vaxt və vəsait lazımdır. Əgər vəsait olarsa, mən iyun ayının əvvəlindən başlamaq istəyirəm və yəqin ki, dekabr ayına qədər də bunu təhvil verərəm. Qeyd edək ki, Həmid Məmmədovun şəxsi kitabxanasında Tarix Nadirlə yanaşı başqa qiymətli qədim nəşrlər də var. Samir Namiqoğlu, Pərvanə Əzizova, Ülvi Elxan qızı, Lider TV, Masallı.